Ağdama Qayıdış Birliyinin təşəbbüsü ilə bir qrup Ağdam sakinləri və şəhid ailələri Sarıcalı kəndinin ilk sakinlərini ziyarət ediblər. İlk öncə Ağdamlılar Uzundərə Şəhidlər Xiyabanını ziyarət edərək şəhidlərin ruhuna dualar oxuyublar. Ağdama Qayıdış Birliyinin təşəbbüsü ilə Sarıcalı kəndinə olan ilk köç münasibəti ilə kənd mərkəzində qurbanlar kəsilib. Vətən torpaqlarımız uğrunda canlarından keçmiş şəhidlərimizin ruhuna dualar oxunub. Onların xatirələri yad edilib. Qurbanları burada kəsilsin. Burada elə bizim olsun bir qurbanqahımız. Buradakiler hamısı da yığışsın. Hamısı qurbanlar burada kəsilsin. İnşallah, inşallah. İnşallah. إن المشركين إن صلاتي ونسكي ومحياي ومماتي لله رب العالمين. Görüşdə çıxış edənlər Ağdam və Ağdamlıların başından keçən təlatümlü günlərdən və onun uğrunda döyüşmüş igid Azərbaycan oğullarından danışaraq o günləri yad etmişlər. Arzumuz da odur ki, hamılıqla Ağdama yığışaq, Ağdamda məskunlaşaq, torpağımıza, elimiz obamıza sahib çıxaq. Ağdamımız yenə o dövrdəki kimi səsli, küylü, toylu, büsatlı bir şəhərə, bir məmləkətə çevrilsin. Bir daha gözümüz aydın olsun. Bütün şəhidlərimizin qanı bugün üçün tökülür. Qəhrəman qazilərimiz bədəninin sağlamlığın bugün üçün qəhrəman oğlanlarımızın əməyi ilə oldu. Şükür Allaha ki, Allah bizə bu gün qismət elə. Gürcüstanda sel zamanı xeyli sayda Gürcüstanlıları Gelmişsiniz öz vətənimizə. Yəni ən sevinçli günlərimizdir. Qurban olum Allahıma, kitabına, çox dözmüşük bizlər vətən əzabına, şəhidlərin, qazilərin hesabına, şükür bitdi həsrət ayaqdan. Qanı o, belə deyək də, o behiş qışı deyirlər. Sonda Ağdam Birliyinin nümayəndələri Ağdam şəhər Şəhidlər Xiyabanını ziyarət ediblər.